Son aylarda bir çox qurumlar və şirkətlər iqtisadi yüklənməni azaltmaq üçün ixtisar qərarına gedir və bu prosesdə işçilərin hüquqlarının necə qorunduğu, işəgötürənin hansı qanuni öhdəliklərə əməl etməli olduğu xüsusilə ön plana çıxır. Əmək Məcəlləsinə əsasən ixtisar yalnız istehsalın azalması, struktur dəyişikliyi və ya iş yerlərinin ləğvi hallarında tətbiq oluna bilər. Vəkil Tural Şahbazov bildirir ki, bu proses yalnız qanunvericiliyə uyğun aparılmalıdır. İşçilərin sayı azaldıldıqda və ya ştat ixtisar olunanda işəgötürən onları əvvəlcədən xəbərdar etməlidir. 1 ilədək stajı olanlar 2 həftə, 1-5 il stajı olanlar 4 həftə, 5-10 il stajı olanlar 6 həftə, 10 ildən çox stajı olanlar isə 9 həftə əvvəl xəbərdar edilir. Bu müddət ərzində işçilərə iş axtarmaq üçün azı bir iş günü fasilə verilir. Əmək müqaviləsi məcəllənin 70-ci maddəsinə əsasən ləğv edilərkən işçiyə stajına uyğun olaraq işdən çıxarma müavinəti ödənilir. 1 ilədək stajı olanlara orta aylıq əmək haqqı, 1-5 il stajı olanlara 1,4 misli, 5-10 il stajı olanlara 1,7 misli, 10 ildən çox stajı olanlara isə 2 misli əmək haqqı həcmində. Vəkil bildirir ki, işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə əmək haqqının 0,5-2 misli bir dəfəyə ödənməklə müqaviləyə xitam verilə bilər. Əgər işçinin ümumi iş stajı 1 ilə dəşdirsə, ilk olaraq həmin şəxsə kompensasiyanın ödənilməsi 0,5 misli miqdarında əlavə kompensasiya verilir. Yox, əgər 1 ildən 5 ilə qədərdirsə, həmin işçiyə 0,9 misli miqdarında kompensasiya verilir. 5 ildən 10 ilə qədər 1,4 misli miqdarında, 10 ildən artıqdırsa 2 misli miqdarında kompensasiya nəzərdə tutulur. Hüquqşünas onu da qeyd edir ki, ixtisar prosesində pozuntu aşkar olanarsa, işçi ilk növbədə əmək müfəttişliyinə müraciət etməlidir. İxtisar zamanı bəzi işçilərə işdə saxlanmaqda üstünlük verilir. İşçi hesab edir ki, onun hüququ pozulubdur. Bunun üçün ilk olaraq əmək müfəttişliyinə, daha sonra mediasiyaya müraciət etməlidir və mediasiyanın sənədindən sonra əgər razılıq əldə olunmasa məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsi bu kimi hüququ pozulmuş şəxslərlə bağlı 1 aylıq müddət nəzərdə tutur. İşçinin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçinin bir çox üstünlükləri, yəni üstünlüyü olan işçilər nəzərə alınır. Hamilə və himayəsində 3 yaşına qədər olan uşaqlı qadınlar, daha sonra tək başına böyüdən kişilər, müharibə veteranları, peşəkarlıq səviyyəsi nəzərə alınır. Vəkil onda qeyd edir ki, hamilə qadınlar, 3 yaşadək uşağı olan qadınlar və uşağını tək başına böyüdən kişilər, yalnız qazanc yeri işlədiyi müəssisə olan valideynlər, müvəqqəti əmək qabiliyyətini itirənlər, şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi olanlar, həmkarlar ittifaqları və ya siyasi partiya üzvü olanlar, öhdəsində əlilliyi olan ailə üzvü olan şəxslərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məsələ ilə bağlı əmək müfəttişliyindən bildirildi ki, iş yerlərində ixtisar prosesi əmək qanunvericiliyi ilə ciddi tənzimlənir və işçilərin hüquqlarının qorunması Dövlət Əmək Müfəttişliyi xidmətinin əsas prioritetlərindəndir. Dövlət Əmək Müfəttişliyi müraciətlər əsasında ixtisarın qanuniliyini yoxlayır, qanunsuz hallarda işçinin işə bərpasını təmin edir, müavinətlərin ödənilməsini nəzarət edir və qanun pozan işəgötürənlərə inzibati tədbir tətbiq edir. Məqsəd ixtisar prosesinin şəffaf, qanuna uyğun və sosial ədalətli aparılmasıdır. Turqan Əliyev, Əli Cəfərov, Vüsal Cəfərov, Xəbər Ertəsi.